Salam əziz şagirdlər. Bugünkü mövzumuz Qarabağda soyqırımlar adlanır. Çox bir həssas mövzudur. Ona görə də xahiş edirəm, diqqətlə yenə dərsə qulaq asaq və hətta qeydlər apararaq dərsi daha yaxşı öyrənmək mümkündür. Ona görə də qələm və dəftərinizdən istifadə etməyə də çalışın. Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzləri başladıqdan sonra Qarabağda yerləşən bir çox yaşayış yerləri onların çətin günləri başlamışdı. Belə ərazilərdən biri də Xocavənd rayonu ərazisində idi. Xocavənd-Xankəndi avtomobil yolu üzərində yerləşən çox strateji əhəmiyyətli Qaradağlı kəndi idi. Məhz erməni təcavüzü nəticəsində dinc və günahsız sakinlərin öldürülməsi ilə yekunlaşan həmən o qırğınlar bu kənddə baş vermişdi. Ümumiyyətlə onu qeyd edək ki, dinc əhaliyə qarşı 1-ci Qarabağ müharibəsi dövründə ilk ən böyük soyqırımlar məsələ bu Qaradağlı kəndində baş vermişdi. 1992-ci ilin fevralın 14-də məhz həmən gün kəndi müdafiə edən 14 nəfərlik dəstə güllələri bitənə qədər döyüşür, amma qeyri-bərabər döyüşdə əksəriyyəti həlak olurlar. 3 günlük döyüşdən sonra fevralın 17-sində Qaradağlı kəndi işğal edilir. Kənd yandırılır. Əhaliyə amansız divan tutulur. 118 nəfər dinc sakin əsir götürülür. Onlardan 33 nəfər yerindəcə güllələnmişdi. Qaradağlı faciəsinin şahidi olmuş Oruc Əliyev bu hadisələri yada salaraq belə bir qeydlər etmişdi. Ermənilər fevralın 14-də kəndə hücum etdilər. Düşmənə inadla müqavimət göstərdik. Gecə-gündüz döyüşdük. Ayın 17-sində gülləmiz qurtardı. Kənd sakinləri 2 yük avtomobili, yəni Kamazla yığıb apardılar kənd sakinlərini. Bir hissəmizi kəndin kənarındakı Pir deyilən yerə qədər piyada gətirdilər. Bəylik bağından keçəndə Tut bağının qırağında Kamazı saxladılar. Dedilər ki, 10 nəfər düşsün. Məhz bu zaman kəndimizin cəsur mərd oğlu Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutdular. Yəni, əziz şagirdlər, bu kimi məlumatları siz internet resurslarından da əlavə əldə etməklə Qaradağlı faciəsi haqqında daha geniş məlumatlar öyrənə bilərsiniz. Qeyd etdiyim kimi, 1-ci Qarabağ müharibəsində dinc əhaliyə qarşı törədilən ilk ən böyük soyqırımlardan biri idi. İndi isə gəlin Xocalı faciəsi haqqında danışaq. Xocalı faciəsini hər il xüsusilə qeyd edirik və mən inanıram ki, sizin hər biriniz bu haqda xeyli məlumatınız var. Amma gəlin bir daha həmin qanlı faciəni yada salaq. Deməli, Xankəndi yaxınlığında yerləşən və gözəl təbiətə malik olan Xocalı çox qədim yaşayış məskənidir. Münaqişə, yəni 1-ci Qarabağ müharibəsi başlananda, bu zaman Xocalıya hətta şəhər statusu da verilmişdi. Ermənistan tərəfdən, onu da sizə qeyd edim ki, Qarabağa 2 yolla gəlmək mümkün idi. Biri quru yolla Laçından, digəri isə hava yolu ilə məhz Xocalıdan. Yəni, Xocalı Qarabağda yerləşən yeganə yaşayış mərkəzi idi ki, o vaxtlar Sovet dövründə. Orada onun aeroportu var idi. Bax, ona görə o strateji cəhətdən Xocalı xüsusilə seçilirdi. Deməli, 1-ci Qarabağ müharibəsi dövründə bildiyiniz kimi müharibə, yəni SSR dağılandan sonra münaqişə açıq bir münaqişəyə çevrilmişdi. Ona görə 1992-ci ildə Xocalı mühasirəyə alındı. O vaxtki Azərbaycan rəhbərliyi isə
Yəni, demək olar ki, çox laqeyd münasibət bəsləmişdi Xozalıya. Burada 100 nəfərdən bir qədər çox olan və zəif silahlanmış özünü müdafiə dəstələrimiz vuruşurdu. Azərbaycan rəhbərliyi isə mühasirənin yarılması üçün heç bir tədbir də görməmişdi. Yəni, bu səbəbdən burada böyük bir dəhşət yaşandı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni faşistləri Xankəndə yerləşən 366-cı Sovet alayının köməyi ilə Xozalıya hücuma keçdi. Və bir neçə saatlıq qeyri-bərabər döyüşdən sonra düşmən şəhəri ələ keçirdi. Ermənilər əhalinin Xozalıdan Ağdama doğru çıxması üçün güya Əsgəran ərazisini dəhliz saxlamışdılar. Amma elə dinc əhalinin qətliamı da məhz elə bu ərazidə olmuşdu. Hər şey yalan idi. Əsgəran Ağdam arasında böyük bir qırğınlar yaşandı. Sərt qış günlərində çöllərə səpələnən Xozalı sakinlərinə amansız divan tutuldu. Qadın, uşaq, dinc silahsız insanlar yalnız türk və müsəlman olduqları üçün xüsusi amansızlıqla qətlə yetirildilər. Bu qanlı faziədə 613 nəfər öldürüldü. 1275 nəfər girov götürüldü. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Girovların çoxundan təəssüf ki, indiyə qədər xəbər yoxdur. Əziz şagirdlər, bu mövzu ilə də bağlı əlavə siz internet resurslarından məlumat əldə etməklə daha geniş şəkildə öyrənə bilərsiniz. Hətta mən məsləhət görərdim, süni intellektdən də istifadə edin, müasir resurslardan daha geniş məlumatlar öyrənmək üçün. Faciə zamanı çətin durumda qalan özünə müdafiə dəstələrin sağ qalan üzvləri son nəfəslərinə kimi dinc əhalini şəhərdən çıxarmağa çalışmışdılar. Bunlardan gəlin bir neçəsi ilə tanış olaq. Əlif Hacıyev və Tofiq Hüseynov. Onların hər ikisi ölümlərindən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşlər. Daha bir nəfər Çingiz Mustafayev. Hadisə günlərində orada olmasa da, bu hadisədən xəbər tutar-tutmaz bir neçə vətənpərvər oğullarımızla birlikdə vertolyotla hadisə yerinə gəlirlər. Baxmayaraq ki, artıq bu bölgələr ermənilər tərəfindən işğal edilmişdi. Və hətta vertolyotdan artıq həmən o meydanı, haradakı bizim şəhidlər həlak olmuşlar, onları çəkməyə başlayır, lenti almağa başlayır. Məhz Çingiz Mustafayevin bu çəkilişləri ilə Azərbaycan xalqı, eləcə də dünya Xozalı faciəsi haqqında geniş məlumatlar əldə etmişdi. Sonraki döyüşlərin birində təəssüflər olsun ki, Çingiz Mustafayev də şəhid olmuşdu. O da ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdü. Xozalı faciəsindən sonra ermənilərin işğalları daha da genişləndi. Məhz Xozalıdan sonra 1992-ci ildə Şuşa işğal olundu. Az sonra Laçın işğal olundu. Bu zaman düzdür, 1992-ci ilin yayında Azərbaycan ordusu, yəni yeni yaranmış ordumuz nisbətən gücləndi. Hətta əks hücuma keçdik. Dağlıq Qarabağda yerləşən Ağdərə şəhərini belə azad etdik. Amma təəssüf ki, bu qısa müddətdə oldu. Və müəyyən səbəblərdən bu səbəbləri siz daha geniş məlumatlar əldə etmək istəsəz, həm müəlliminizin köməyi ilə, valideynlərinizin köməyi ilə hadisə şahidlərindən əlavə məlumatlar toplaya bilərsiniz. Yeni işğallar 1993-cü ildə Kəlbəcərin işğalına gətirib çıxartdı. O vaxt ki, Azərbaycan Respublikasının ərazisinə görə ən böyük rayonu işğal edildi. Təbii ki, bu işğaldan sonra ölkədə vəziyyət daha da qarışdı. Hətta bir qrup hərbiçilər 1993-cü ildə Gəncədə qiyam qaldırdılar dövlətə qarşı. Və ölkə vətəndaş müharibəsi, qardaş qırğını ərəfəsinə düşmüşdü, təsəvvür edin. Bir tərəfdən erməni işğalları, digər tərəfdən ölkədə bəzi
bir qrup hərbiçilərin qiyamları. Ölkə parçalana bilərdi. Biz müstəqilliyimizi elə həmin vaxtda itirilə bilərik. Ölkəmiz işğal oluna bilərdi. Məhz bu zaman xilas yolu axtarılırdı. O vaxt ki, Azərbaycan Respublikasının rəhbəri Əbülfəz Elçibəy çox doğru bir qərar verir. Yəni, Azərbaycan xalqının tələbini xalq onsuz da mən dövrdə etirazla çıxış edərək Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini və dövlətə başçılıq etməsini, yaranmış vəziyyətdən çıxmasına dəstək verməsini xahiş edirdi. Əbülfəz Elçibəy xalqın bu tələbini yerinə yetirdi. O, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Məhz Heydər Əliyev Bakıya gəldikdən sonra qısa müddət ərzində ölkə daxilindəki o vətəndaş müharibəsi qarşıdurmasının qarşısını aldı. Ölkənin parçalanmasının qarşısını aldı. Azərbaycan xalqının istəyi ilə az sonra prezident seçilən böyük lider gənc dövlətimizi gücləndirmək üçün ciddi addımlar atmağa başladı. 1997-ci ilin fevralın 25-də Heydər Əliyevin imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00 Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Hazırda dünyanın 16 ölkəsi, ABŞ-nin 24 ştatı Xocalıda baş verən qətliyamı soyqırım kimi tanımışdı. Və ədalətin bərpası. Əziz şagirdlər, 2-ci Qarabağ müharibəsi dövründə biz işğal olmuş torpaqlarımızın böyük bir hissəsini geri qaytarsaq da, müəyyən səbəblərdən Xocalı Rus sülhməramlı qüvvələrinin nəzarəti altına qalmışdı. Məhz 2023-cü ildə sentyabrında Azərbaycan ordusu antiterror əməliyyatı həyata keçirir və nəticədə Qarabağdakı erməni silahlı dəstələrini təksilah edir. Bunun nəticəsində artıq demək olar ki, biz Xocalıya qovuşuruq. Yəni 2023-cü ilin oktyabrın 16-sında Rus sülhməramlıların yerləşdiyi Xocalıda Azərbaycan bayrağı dalğalanmağa başlayır. 2024-cü ilin fevralın 26-sında isə Ali Baş Komandan İlham Əliyev Xocalı soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda kompleksin özülünü qoyur. Beləliklə, ədalət bərpa olur. Biz Xocalıya qayıtdıq. Xocalı bizimdir. Əziz şagirdlər, bugünkü mövzumuz bu qədər. Növbəti dərslərimizdə görüşənədək sağ olun.